Salam dəyərli müəllimlər. Bugün sizlərə müəllimlərin işə qəbul imtahanının çərçivə sənədinə yeni əlavə olunmuş Səməd Behrənginin Balaca Qara balıq hekayəsi haqqında məlumat verəcəyəm. Uşaq ədəbiyyatı nümunəsi olan bu hekayə Səməd Behrənginin ən məşhur əsərlərindən biridir. Hekayə öz arzularının arxasınca gedən cəsur bir balığın hekayəsidir. Əsərin mövzusu azadlıq axtarışı, dünyanı dərk etmək istəyi, cəhalətə qarşı mübarizə, yeni həyat arzusudur. Belə deyək də, sadaladığım bu xüsusiyyətləri biz ədəbiyyatda bir sıra obrazlarda görə bilərik. Məsələn, Nəcəf bəy Vəzirovun Müsibət Fəxrəddin əsərində Fəxrəddin, Səadət xanım, daha sonra Mirzə Fətəli Axundovun Hekayət-i Misyo Jordan əsərində, Hekayət-i Misyo Jordan və Dərviş Məstəli Şah əsərində Şahbaz bəy, İsmail Şıxlının Dəli Kür əsərində Əşrəf, Cəfər Cabbarlının Oqtay Eloğlu əsərində Oqtay, Firəngiz, belə deyək də, yeni həyat arzusunda olan obrazlara misal ola bilər. Keçək əsərin izahlı oxusuna, daha sonra izahlı şəkildə oxuyub bitirdikdən sonra əsərin sonunda əsərlə bağlı deməli mühüm məqamları nəzərinizə çatdıracağam. Çillə axşamı idi, qeyd edək. Çillə axşamı idi. Deməli, çillə ilin ən uzun gecəsi mənasındadır. Bundan əlavə çillə sözü fars dilindəki çehil, çellə 40 sözündən gəlir və qışın belə deyək də ilk 40 günlük sərt dövrünü ifadə edir. Yəni çillə sözünün mənası 40 deməkdir. Qoca balıq dənizin dibində 12.000 nəvə nəticəsini ətrafına yığıb nağıl deyirdi. Əsər qoca balığın nağıl deməsi ilə başlanır. Deməli 12.000 nəvə nəticəsini ətrafına yığıb nağıl deyirdi. Biri var idi, biri yox idi. Qoca balığın dilindən elə bir ki, nağıl başlanır. Biri var idi, biri yox idi. Bir balaca qara balıq var idi. Bu balaca qara balıq anası ilə bərabər kiçik bir arxda yaşayırdı. Arxın suyu sal qayalardan çıxıb dərənin dərinliyinə axırdı. Deməli, balaca qara balıq anası ilə birlikdə harada yaşayırdı? Kiçik bir arxda yaşayırdı. Ana və bala səhərdən axşama qədər bir-birinin dalına düşüb üzür, hərdən başqa balıqlara qoşulub, sürətlə balaca bir yerdə gəzişir və geri qayıdırdılar. Balaca qara balıq anasının yeganə övladı idi. Balaca qara balıq anasının yeganə övladı idi. Davam edək. Bir neçə gün idi ki, balaca qara balıq dalğın, fikirli görünür. Çox az danışırdı. Demə, balaca balığın dərdi varmış. Bir gün səhər tezdən günəş doğmamış balaca balıq anasını yuxudan oyadır. Anacan, sənə bir neçə kəlmə sözüm var. Sən də vaxt tapdın, danışmağı sonraya saxla. Yaxşı olar ki, gəzməyə çıxaq. Deməli, balaca qara balıq dalğın, fikirli şəkildə yuxudan oyanır və anasına deyir ki, anacan, sənə bir kəlmə sözüm var. Bəs anası onu necə qarşılayır bu fikrini? Deyir ki, sən də vaxt tapdın. Danışmağı sonraya saxla, yaxşı olar ki, gəzməyə çıxaq. Yəni, birinci ana üçün vacib məqam, belə deyək də, arxda gəzməyə çıxmaqdır. Ana balıq gözlərini ovuşdurdu və əsnədi. Yox, anacan. Mən daha belə gəzməyi istəmirəm. Artıq balaca balığın etirazını görürük. Gərək buradan gedəm. Anası heyrətlə ona baxıb soruşdu. Doğrudan getmək istəyirsən? Bəli, anacan, hökmən getməliyəm. Axı, ala qaranlıqda hara getmək istəyirsən? İstəyirəm gedim görüm arx harda qurtarır. Belə qərara gəlmişəm ki, özüm gedim arxın qurtaracağını tapım. Bilmək istəyirəm başqa yerlərdə nə var, nə yox. Deməli, balaca qara balığın istəyi nə idi? İstəyi o idi ki, o gedib görsün ki, başqa yerlərdə nə var, nə yox. Bu arxın qurtaracağı hardadır? Arxın qurtaracağını tapmaq istəyirdi. Və ana balığın, belə deyək də, ona cavabı necə olur? Mən də uşaq olanda belə fikirlərə düşmüşəm, balacan. Deməli, ana balıq da, balaca olanda ona da maraqlı gəlib ki, bu arxın sonu varmı, başqa yerlərdə nə var, nə yox. Arxın nə əvvəli var, nə axırı. Elə gördüyün nə varsa odur. Arx həmişə axır və qurtarmır. Deməli, ana balıq da, belə deyək də, uşaq olanda bu fikirlərdə olub, ancaq nəticəsi belə olub ki, deməli, arx həmişə axır və qurtarmır. Yəni, arxın nə əvvəli var, nə də axırı. Yəni, belə deyək də, öz istəyinin, fikirlərinin arxasınca getməyib. Yox, anacan,
Mən belə gəzintidən yorulmuşam. Buradan uzaqlaşmaq və başqa yerlərdə nələr olduğunu bilmək istəyirəm. Amma görürük ki, belə deyək də, balaca qara balıq inadkardır, anasının fikirləri ilə razılaşmır. Bilmək istəyirəm, görüm həyat elə bir qarış yerdə o yana, bu yana gedib qayıtmaqdanmı, qocalıb heç nə görməməkdən mi ibarətdir, yoxsa başqa dünyada mövcuddur? Belə deyək ki, anasının fikirlərlə razılaşmır. Bəs ana nə deyir? Ana deyir ki, balaca, dəli olmusan? Dünya, dünya, o başqa dünya nə deməkdir? Dünya ilə həmin dünyadır ki, biz yaşayırıq. Həyat da ki, elə gördüyün yaşayışdan ibarətdir. Yəni, ananın fikrinə görə başqa dünya yoxdur. Deyir, dəli olmusan? Dünya, dünya. O başqa dünya nədir? Elə dünya elə bizim yaşadığımız yerdən ibarətdir, deyir. Bu zaman iri bir balıq onların evinə yaxınlaşdı. Qonşu, uşaqla nəyin üstündə belə höcətləşirsən? Deməli, balaca qara balıq anası ilə söhbət edən zaman, höcətləşən zaman onlara qonşu bir balıq yaxınlaşır və ona maraqlı gəlir ki, ana ilə bala balıq nəyin üstündə höcətləşir? Deyəsən, bugün gəzmək fikriniz yoxdur. Yəni, belə deyək də, bunların yuxudan oyanan zaman əsas planlarından, əsas işləri gəzməkdən ibarətdir. O yana, bu yana gəzməkdən. Ancaq, deməli, belə deyək də, ana balıq üçün, qonşu balıq üçün, digər balıqlar üçün maraqlı görünən bu gəzinti balaca qara balıq üçün artıq maraqsız idi. Ana balıq qonşunun səsini eşidib cavab verdi. Gör zəmanə necə dəyişib. Uşaqlar öz analarına cip-cip öyrətməyə başlayıblar. Bu kimin sözləridir? Bu, ana balığın qonşu balığa dediyi cavabdır. Necə məgər? Qonşu iri balıq soruşdu. Gör bu cırtdan haralara getmək istəyir. Hey deyir ki, istəyirəm gedim görüm dünyada nələr olur. Qonşu iri balıq dedi, balaca. De görüm sən nə vaxtdan belə filosof və alim olmusan ki, bizim xəbərimiz yoxdur. Deməli, bu kimin sözüdür? Qonşu balığın sözüdür. Qonşu balıq, balaca qara balığın digər yerlərə getmək istəməsini, arxın sonunu tapmaq istəməsini, belə deyək də, arxdan uzaqlaşmaq istəyini filosofluq adlandırır. Və ananın cavabına olaraq, yəni ana deyir ki, hey deyir ki, istəyirəm gedim görüm dünyada nələr olur. Balaca qara balığın bu istəyini qonşu balıq filosofluq adlandırır. Deyirsən nə vaxtdan belə filosof və alim olmusan ki, bizim xəbərimiz yoxdur? Balaca balıq dedi, hər gün təkrar olunan can sıxıcı gəzintilərdən cana doymuşam. Belə yorucu həyatı davam etdirmək istəmirəm. İstəmirəm ki, bir də gözümü açanda görüm sizin kimi qocalmışam. Özü də göz qulaqları bağlı balıqlar kimi qalmışam. Deməli, bu balığın əsas istəyi nədən ibarət idi? O deyirdi ki, mən istəmirəm ki, bir də gözümü açanda görüm ki, sizin kimi qocalmışam və göz qulaqları bağlı balıqlar kimi qalmışam. Və bu cavab qonşu balığa çox dəhşətli görünür və deyir, vay, gör bu nələr danışır. Bu, qonşu balığın, belə deyək də, balaca qara balığın dediklərinə reaksiyası idi. Ana balıq dilləndi. Heç düşünməmişəm ki, bircə uşağım ola, o da belə çıxa. Bilmirəm balamın qulağını kim doldurub. Deməli, ana balıq, balaca qara balığın bu dediklərini kiminləsə əlaqələndirir. Yəni, onun balaca, deməli, qara balığın balasının qulağını kimsə doldurub. Balaca balıq dedi, heç kim mənim qulağımı doldurmayıb. Anlamaq üçün mənim özümün ağlım, görmək üçün də gözüm var. Qonşu balıq, balaca balığın anasına dedi, bacı, o pıç-pıç danışan ilbiz yadındadırmı? Baxın, deyir ki, o pıç-pıç danışan ilbiz yadındadırmı? Yaxşı yadıma saldın, unutmamışam. Tez-tez uşağımın yanına gələrdi, görüm onu görbagör olsun. Deməli, qonşu balıq, balaca qara balığın bu fikirlərə düşməsini ilbiz ilə əlaqələndirir. Yəni, onun beynini ilbiz doldurubmuş. Və ana balıq da deyir ki, yaxşı yadıma saldın, tez-tezdir uşağımın yanına gələrdi, yəni qulağını o doldurubmuş. Balaca balıq dedi, bəsdir ana, o mənim dostum idi. Balıqla ilbizin dostluğunu eşitməmişdik. Bunu da eşitdik. Balaca balıq deyir, mən də balıqlarla ilbizin düşmənçiliyini eşitməmişdim. Ancaq siz o biçarənin başını yediniz. Belə görünüb ki, balaca qara balığın dediklərindən belə anlayırıq ki, ilbiz artıq ölübmüş və onun belə deyək də ölümündə də səbəbkarlar bu balıqlar imiş. Qonşu dilləndi. Bu keçmişin söhbətidir.
Keçmişi siz özünüz yada saldınız. Deməli, qonşu balıq bu söhbəti keçmişin söhbəti ilə əlaqələndirir və artıq danışmamasını istəyir. Anası dedi, elə ölməli idi. Məgər oturub durub, danışdıqları yadından çıxıb, onda məni də öldürün. Çünki mən də onun dediklərini deyirəm, deyə balaca balıq gileyləndi. Belə görünür ki, İlbiz ilə balaca qara balıq həmfikir olublarmış və balaca qara balıq da artıq İlbizin dediklərini təkrarlayır və ana deyir ki, o ölməli idi, oturub durub danışdıqları yadından çıxıb və balaca qara balıq da deyir ki, əgər siz elə düşünürsünüzsə ki, belə deyək də, bu danışıqlar ilə insan ölməlidir, onda məni də öldürün deyir. Çünki mən də onun dediklərini deyirəm, deyə balaca qara balıq gileyləndi. Yəni, balaca qara balıq ilə İlbiz həmfikir olublar. Axır ki, nə başınızı ağrıdım. Səs-küyün sədası başqa balıqları da oraya çəkib gətirdi. Balaca balığın sözləri hamını əsəbləşdirmişdi. Qoca balıqlar bir-bir söhbətə qarışıb, balaca balığa acıqlandılar. Balıqlar yerbəyerdən çığırdılar. Başqa dünya yoxdur. Dünya ilə gördüyüm bu dünyadan ibarətdir. Qayıt. Deməli, belə deyək də, burada artıq balıqlar bura yığışırlar. Başqa balıqlar da onun fikirlərinə acıqlanırlar və hər kəs qışqırır ki, deməli, başqa dünya yoxdur. Dünya ilə buradan ibarətdir. Qayıt. Və ana balıq da doluxsunaraq dilləndi. Mənə rəhmin gəlsin, bala. Getmə, getmə. Balaca balıq onun dediklərini etina etmədən uzaqlaşdı. O dostlarından ayrılarkən dedi, görüşənə qədər dostlar, məni unutmayın. Dostları dedi, heç unudarıqmı? Sən bizi qəflət yuxusundan oyatdın. Bizə elə şeylər öyrətdin ki, heç yuxumuza da girməzdi. Görüşənə qədər ağıllı və cəsur dost. Baxın, uşaqlar, burada bir məqama fikir verin, ağıllı və cəsur dost. Deməli, testlərdə çox zaman düşür ki, arxda olan digər balıqlar da, digər balıqların hamısı balaca qara balığın fikirlərinə, belə deyək də, fikirlərinə qarşı zid danışır və onunla həmfikir olmurlar və hamısı hesab edirlər ki, dünya ilə bu dünyadan ibarətdir, başqa dünya yoxdur. Bu yanlış fikirdir. Çünki burada bütün balıqlar balaca qara balığın fikirlərinə qarşı getmir. Deməli, onun dostları onunla həmfikir idilər. Hətta onlar deyirlər ki, biz səni heç vaxt unutmarıq. Çünki sən bizə elə şeylər öyrətdin ki, heç yuxumuza da girməzdi və onu ağıllı və cəsur dost adlandırırlar. Balaca balıq aşağı sürüşüb, suyu arxa nisbətən çox olan gölməçəyə düşdü. Əvvəlcə özünü itirdi, sonra üzməyə və gölməçədə dolanmağa başladı. Baxın, uşaqlar, birinci arxdaydı, deməli, balaca qara balıq arxda yaşayır. Arxdan sonra gölməçə. Arxdan sonra, deməli, belə deyək də, o anasından, ana balıqdan, digər balıqlar, arxdakı digər balıqlardan uzaqlaşdıqdan sonra gəlir gölməçəyə düşür. Baxaq, gölməçədə balaca qara balığın başına nələr gələcək. Əvvəlcə özünü itirir. Sonra üzməyə və gölməçədə dolanmağa başladı. Balaca balıq bu vaxta qədər bu qədər suyun bir yerə yığıldığını görməmişdi. Suda minlərlə çömçə quyruq gəzişirdi. Balaca balığı görən kimi onu məsxərəyə qoydular. Yəni, lağ etdilər. Bir bunun təhər tövrünə bax, sən nə məxluqsan? Bax, bu çömçə quyruqların sözləridir, uşaqlar. Çömçə quyruqlar deyirlər bu sözləri. Balaca balıq ani olaraq fikirləşib, xahiş edirəm, təhqir etməyin. Mənim adım balaca qara balıqdır. Siz də adınızı deyin, tanış olaq. Biz bir-birimizi çömçə quyruq deyə çağırırıq. Çömçə quyruqlar qurbağanın balaları. Balaca balıq soruşdu. Siz ki, gölməçədən qırağa çıxa bilmirsiniz, dünyanı gəzib dolanmaqdan necə dəm vura bilərsiniz? Çömçə quyruqlar təəccübləndilər. Məgər gölməçədən başqa özgə dünya var? Yəni, çömçə quyruqlara görə də arxdakı balıqlar kimi özgə bir dünya yox idi. Davam edək. Bəs necə? Özünüz fikirləşin. Bunu balaca qara balıq deyir. Bəs necə? Özünüz fikirləşin. Görün, yaşadığınız su haradan axıb gəlir və sudan kənarda nələr var? Sudan qıraqda da yer olar. Biz indiyə qədər sudan başqa heç yeri görməmişik. Sən dəli olubsan, nədir? Bax, bu kimin sözləridir? Bunu çömçə quyruqların sözüdür.
Bunlar yenə deyək, məsxərəyə qoyurlar balaca qara balığın dediklərini. Balaca qara balığı da gülmək tutdu. Fikirləşdi ki, çömçə quyruqları başa salmadan çıxıb getsin. Sonra belə qərara gəldi ki, onların anaları ilə də bir-iki kəlmə danışsın. Və çömçə quyruqların anaları ilə danışmaq üçün onlardan soruşur. Ananız haradadır? Çömçə quyruqların, təbii ki, burada söhbət çömçə quyruqların anasından gedir. Çömçə quyruqların anasını soruşur. Çömçə quyruqlardan soruşur ki, ananız haradadır? Bu zaman qurbağanın gür səsi onu diksindirdi. Yəni çömçə quyruqların anası. Qurbağa gölməçənin qırağında iri daşın üstündə oturmuşdu. Suya baş vurdu. Gəlib balığın qarşısında dayandı. Mən buradayam. Qulluq. Möhtərəm xanım, salam. Bunu balaca qara balıq deyir. Baxın, ey əsl nəcabətsiz vücud. Bax, bu qurbağanın sözləridir. İşarə də etmişəm. Qurbağa bu sözləri balaca qara balığa deyir. Deyir, ey əsl nəcabətsiz vücud. Nə əllaməllik edirsən, yalançı alimlik edirsən, özünü bilən kimi aparırsan, alimlik edirsən. Bunları uşaq görüb axmaq-axmaq danışırsan. Bir belə ömür eləmişəm. Görmüşəm ki, dünya elə bu gölməçədən ibarətdir. Yaxşı olar ki, işinin dalınca gedəsən. Mənim uşaqlarımı yoldan çıxarmayasan. Deməli, qurbağanın və gölməçədə yaşayan çömçə quyruqların da fikrinə görə dünya elə gölməçədən ibarətdir. Yəni, onlar başqa heç bir yer görmədikləri üçün dünyanı elə gölməçədən hesab edir, belə deyək də, gölməçədən ibarət olduğunu bilirdilər. 100 ildə ömür eləsən, yenə geri qalmış nadan qurbağa kimi qalacaqsan. Deməli, bu da balaca qara balığın qurbağaya dedikləridir. 100 ildə ömür eləsən, yenə geri qalmış nadan qurbağa kimi, baxın, qurbağanı nadan adlandırır. Nadan qurbağa kimi qalacaqsan. Qurbağa hirsləndi və balaca qara balığın üstünə cumdu. O zaman gölməçənin dibi bir-birinə qarışdı. Balaca qara balıq aldığı təkandan dığırlandı, özünü dərədən axan enli arxda gördü. Dərənin bir yerində dağdan qopub düşmüş böyük bir daş suyu iki yerə bölürdü. İri bir kərtənkələ də qarnını daşa söykəmişdi. Belə deyək də, birinci arxda başladı hadisələr, daha sonra gölməçədə çömçə quyruqlarla qarşılaşdı, qurbağa ilə qarşılaşdı, daha sonra isə kərtənkələyə rast gəlir. İri bir kərtənkələ qarnını daşa söykəmişdi, günəşin hərarətindən ləzzət alır, suyun təkində ovladığı qurbağanı yeyən iri, yumru xərçəngə tamaşa edirdi. Deməli, kərtənkələ qarnını daşa söykəmiş və xərçəngə tamaşa edirdi. Qurbağa yeyən xərçəngə tamaşa edirdi. Elə bu an oradan keçmək istəyən balaca qara balığın gözləri xərçəngə sataşdı. O bərk qorxdu və uzaqdan xərçəngə salam verdi. Xərçəng balaca balığı görüncə, nə ədəbli balıqsan, gəl qabağa, balaca, qabağa gəl. Bu kimin sözləridir? Bu xərçəngin sözləridir. Deməli, xərçəng qurbağanı necə adlandırır? Balaca qara balığı ədəbli balıq deyə müraciət edir. Deyir, nə ədəbli balıqsan? Gəl qabağa. Təbii ki, onun fikri onu yemək idi. Mən dünyanı gəzməyə gedirəm, deyə balaca balıq xərçəngə cavab verdi. Cənabınızın yeminə çevrilmək istəmirəm. Balaca balıq xərçəngdən aralandı. Bu zaman suyun üzərinə kölgə düşdü. Gözlənilməz zərbədən xərçəng səndələyə-səndələyə suyun dibinə batdı. Xərçəngin bu halını görən kərtənkələni elə gülmək tutdu ki, az qaldı sürüşüb suya düşsün. Xərçəng isə artıq suyun üzünə çıxa bilmədi. Balaca qara balıq gördü ki, suyun kənarında balaca bir çoban dayanıb, ona və xərçəngə tamaşa edir. Deməli, burada bir insan obrazı da görürük, əziz müəllimlər. Bu da çoban obrazıdır. Sadəcə adı çəkilir, balaca dilindən heç bir söz deyilmir. Balaca qara balıq gördü ki, suyun kənarında balaca bir çoban dayanıb və ona və xərçəngə tamaşa edir. Davam edək. Qoyun keçi sürüsü də suya yaxınlaşdı. Balaca balıq su içib qurtarana qədər gözlədi, sürü gedəndən sonra kərtənkələni səsləyib. Deməli, burada əsərin bu hissəsində balaca qara balıq ilə kərtənkələnin dialoqu var. Kərtənkələ can, mən arxın qurtaracağını axtarmağa gedən balaca qara balığım. Sən bilikli, zəkalı heyvansan. Deməli, balaca qara balıq kərtənkələni necə adlandırır? Bilikli,
zəkalı deyə qiymətləndirir. Buna görə də səndən bəzi şeylər soruşmaq istəyirəm. Xətrin nə istəyir soruş. Yeri gəlmişkən kərtənkələ müsbət obrazdır əsərdə. Yolda məni nərə balıqla, saqqa quşu ilə, balıqudan quşla çox qorxudular. Bunlar haqqda bir şey bilirsənsə mənə de. Deməli, balaca qara balığın kərtənkələdən maraqlandığı məqam nə idi? Nərə balığı, saqqa quşu, balıqudan quş. Deməli, kərtənkələdən öncə ona bu quşlar haqqında məlumat veriblər və onu bu quşlar ilə qorxudublar. Və bunların doğruluğu barədə, belə deyək də, bunlar haqqında məlumat almaq üçün o kərtənkələyə müraciət edir. Kərtənkələ dedi: "Nərə balıqlar və balıqudanlar bu tərəfdə tapılmazlar." Deməli, nərə balıqları, bir də balıqudanlar bu tərəfdə tapılmazlar. Yəni söhbət hardan gedir? Gölməçədən gedir. Xüsusilə də ki, nərə balıqlar. Çünki onlar dənizdə yaşayırlar. Daha sonra belə deyək də, irəliləyən məqamlarda biz balaca qara balığın dənizə getdiyini görəcəyik və dənizdə də balıqudan görəcəyik. Dənizdə yaşayırlar, amma saqqa quşuna elə bu həndəvərdə də rast gəlmək olar. Nə badə aldanıb onun kisəsinə girəsən. Kisə nədir? Balaca balıq onun sözünü kəsib soruşdu. Saqqa quşunun boğazının altında xeyli su tutan kisə var. Bəzən təcrübəsiz, xam balıqlar suda üzən quşun kisəsinə girib birbaşa qarnına gedirlər. Deməli, onun qarnına gedəndən sonra xilas olmaq üçün çarə yoxdur, balaca qara balıq dedi. Yoxdur. Kisəni parçalamaqdan başqa heç bir yol yoxdur. Bu kimin sözləridir? Kərtənkələnin sözləridir. Sənə bir xəncər verərəm, saqqa quşunun çənginə düşsən, dediyin kimi edərsən. Deməli, kərtənkələ, belə deyək də, həm ona balıqlar haqqında məlumat verir. Nə qeyd edir? Deyir ki, nərə balığı, balıqudan bu tərəflərdə tapılmaz, amma saqqa quşundandır, ehtiyatlı ol. Nə badə aldanıb onun kisəsinə girəsən. Çünki deyir, elə bu həndəvərdə rast gəlmək olar. Və ona necə çarə deyir? Deyir, sənə bir xəncər verərəm, saqqa quşunun çənginə düşsən, dediyin kimi edərsən. Yəni, yararsan onun qarnını, belə deyək də, kisəsini. Kərtənkələ qayadakı yarığa sürüşüb xəncərlə qayıtdı. Balaca qara balıq xəncəri alıb dedi: "Kərtənkələ, sən çox mehribansan. Bilmirəm sənə necə təşəkkür edim." Deməli, belə deyək də, balaca qara balıq kərtənkələni necə dəyərləndirir? İlk əvvəl onu bilikli və zəkalı adlandırır, daha sonra isə deyir: Kərtənkələ, sən çox mehribansan. Bilmirəm sənə necə təşəkkür edim, deyir. Canım, təşəkkür nəyə lazımdır? Mənim belə xəncərim çoxdur. Sənin kimi ağıllı balıqlara bağışlayıram. Deməli, belə deyək də, balaca qara balıq kərtənkələnin xəncər bağışladığı ilk balıq deyildi. Çünki kərtənkələnin dilindən məlum olur ki, balaca qara balıqdan öncə də bu xəncərlərdən başqa balıqlara verib. Və balaca qara balığa da maraqlı gəlir ki, məgər məndən qabaq da buradan keçən olub, çoxları keçib. İndi onlar özləri üçün böyük dəstə düzəldiblər. Deməli, balaca qara balıqdan öncə keçən balıqlara da kərtənkələ xəncər verib və həmin balıqların taleyi necə olub, indi həmin balıqlar özlərinə böyük dəstə düzəldiblər, deyir. Kərtənkələ bunları deyib qulağını daşdakı yarığa dayadı. De, sağ ol, balalarım yuxudan ayıldığı üçün getməliyəm. Deməli, yaxşılıq etdikdən sonra onunla sağollaşır və balalarım yuxudan ayıldığı üçün getməli olduğunu bildirir. Kərtənkələ yarığa girdi, balaca balıq çarəsiz qalıb yola düşdü. Hey öz-özünə suallar verirdi. Doğrudanmı arx dənizə tökülür? Saqqa quşunun gücü gərək elə mənə çatsın? Balıqudan quşun bizimlə nə düşmənçiliyi var? Bu sualları balaca qara balıq özünə verirdi. Balaca balıq üzə-üzə gəlir və fikirləşirdi. Yol boyu təzə şeylər görür və öyrənirdi. Şəlalənin başı üstə axmağından həzz alır, yenidən üzürdü, kürəyindən günəşin hərarətini hiss edir və möhkəmlənirdi. O elə bir yerə gəlib çatdı ki, burada dərə enlənir, su isə kolluqların arasından axıb gedirdi. Balaca balıq suyun çoxalmasından ləzzət alırdı. Xeyli gedəndən sonra o çoxlu balığa rast gəldi. Anasından ayrıldığı gündən balıq görməmişdi. Bir neçə
getdikcə Riza balığı onu dövrəyə aldı. Kiçik bir balıq ondan soruşdu. Deməli uşaqlar, birinci rast gəldi çömçə quyruqlara, düzdürmü? Gölməçədə çömçə quyruqlara rast gəldi. Daha sonra biraz getdikdən sonra xərçəngə rast gəldi, kərtənkələyə rast gəldi. Daha sonra isə bir qədər getdikdən sonra Riza balıqlarına rast gəlir. Bir neçə Riza balığı onu dövrəyə aldı. Kiçik bir balıq ondan soruşdu. Deyəsən qəribsən? Hə, qəribəm. Uzaqdan, çox uzaqlardan gəlirəm. Hara getmək istəyirsən? Balaca qara balıq dedi. Arxın sonunu tapmağa gedirəm. Kiçik balıqlar dedilər ki, bu arx deyil, onlar buna çay deyirlər. Deməli, Riza balıqları harada yaşayırdı? Çayda. Çömçə quyruqlar yaşayırdı gölməçədə. Daha sonra deməli gəlir yenə də gölməçədə irəlilədikcə gəlir çömçə quyruqların anası ilə, qurbağa ilə danışır. Daha sonra kərtənkələ ilə, xərçəng ilə danışır. Ondan sonra isə çaya gəlib çatır. Çayda isə Riza balıqları ilə rastlaşır. Onlar buna çay deyirlər. Balıqların arasında səs yayıldı ki, balaca qara balıq uzaqlardan gəlib və çayın qurtaracağını tapmaq istəyir. Balıqudan, saqqa quşundan da qorxmur. Riza balıqlardan bir neçəsi balaca qara balığı qoşulub getmək istədi. Lakin böyüklərinin qorxusundan səslərini çıxartmadılar. Baxın, bir neçəsi qoşulub getməyi istəyir. Lakin böyüklərinin qorxusundan səslərini çıxartmadılar. Hətta bir neçəsi balaca qarı balığa dedi. Saqqa quşu olmasaydı, biz də səninlə gedərdik. Saqqa quşu olmasaydı, biz də səninlə gedərdik. Deməli, balaca qara balıq çayda Riza balıqları ilə rastlaşır. Riza balıqlarından bir neçəsi balaca qara balığa qoşulub getmək istəyir. Lakin böyüklərinin qorxusundan səslərini çıxarmırlar. Hətta bir neçəsi də deyir ki, saqqa quşu olmasaydı, biz də səninlə gedərdik. Balaca qara balıq dedi, siz çox fikirləşirsiniz. Gecə-gündüz oturub sadəcə fikirləşmək doğru deyildir. Yola düşdükdən sonra qorxu hissiniz yox olacaq. Bu, Riza balıqlarına deyilən sözlərdir. Deməli, Riza balıqlarına deyilən, balaca qara balıq tərəfindən Riza balıqlarına deyilən sözlər. Siz çox fikirləşirsiniz. Gecə-gündüz oturub sadəcə fikirləşmək doğru deyil. Bu, balaca qara balığın fikirləridir. Əsərin belə deyək də ideyasına da yaxınlaşdıran fikirlərdir. Yola düşdükdən sonra qorxu hissiniz yox olacaq. Yola düşmək istəyirdilər ki, dövrələrindəki su yuxarı qalxdı və başlarının üstünə qara örtük çəkildi. Hər yer qaranlıqlaşdı, qaçmağa imkan qalmadı. Deməli, qaçmağa imkan hər yer qaranlıqlaşıbsa, siz təxmin edirsiniz ki, artıq saqqa quşunun kisəsinə düşmüşlər. Balaca qara balıq o saat başa düşdü ki, saqqa quşunun kisəsinə düşüblər. Balaca qara balıq dedi, dostlar, biz saqqa quşunun kisəsinə düşdük, lakin xilas yolu var. Riza balıqlar ağlayıb ahzar etməyə başladılar. Artıq bizim qaçmağa yolumuz yoxdur. Təqsir səndədir, bizi yoldan çıxartdın. Balıqlardan biri dedi, indi balıqudan quş bizim hamımızı udacaq. Yazıq olduq, işimiz bitdi. Birdən qorxunc qəhqəhə səsi eşidildi. Bu, saqqa quşu idi. Gülür, öz-özünə deyirdi. Riza balıqlar necə də girimə keçib. Nə qədər dadlıca balıqlardı bunlar. Sizin halınıza yanıram. Heç ürəyim gəlmir, sizi qırt eləyib udum. Bu, saqqa quşunun dilindən deyilən sözlərdir. Riza balıqlar yalvarmağa başladılar. Belə görünür ki, Riza balıqlar peşman oldular və bunda da səbəb balaca qara balığı görürlər. Saqqa quşu, biz sizin tərifinizi çoxdan eşitmişik. Artıq çıxış yolu kimi belə qərara gəlirlər ki, saqqa quşuna dil töksünlər, yalvarsınlar və onu tərif etsinlər. Əgər lütf edib mübarək dimdiyinizi birazcık aralasaydınız, biz buradan xilas olub ömrümüzün sonuna qədər sizə dua edərdik. Saqqa quşu dedi, mən sizi hələ odmayacağam, hələ qarnım toxdur. Qarnıma baxsanız görərsiniz, sizi birazdan yeyəcəyəm. Riza balıqlar balıqudanın mədəsinə baxıb bir neçə eylənmiş Riza balıq gördülər. Qorxudan zağ-zağ titrəyərək dedilər, saqqa quşu, bizim günahımız yoxdur, bizi yoldan çıxaran bu balaca qara balıq oldu. Balaca qara balıq dedi, qorxaqlar, elə bilirsiniz bu qəddar balıqudan sizin bu acizanə yalvarışlarınıza rəhm edəcək? Saqqa quşu dedi, azadlığınızı bu boşboğaz balığı öldürməklə əldə edə bilərsiniz.
Deməli, Saqqa quşu görür ki, balaca qara balıq çox cəsarətli danışır artıq. Ona görə də deməli rizə balıqlarına deyir ki, belə deyək də onların başını aldadır. Azadlığınızı bu boşboğaz balığı öldürməklə əldə edə bilərsiniz. Onların qarşısında belə bir şərt qoyur. Balaca qara balıq bir qədər kənara çəkilib rizə balıqlarına dedi: "İnanmayın, bu hiyləgər bizi öz əlimizlə öldürmək istəyir. Mənim başqa fikrim var." Ancaq rizə balıqlar azadlığa çıxmaq istəyi ilə balaca qara balığı dinləmədən ona hücum etmək istədilər. Balaca qara balıq yavaş-yavaş arxaya çəkilib, "Qorxaqlar, hər halda siz əsir düşmüsünüz. Qurtuluş yolunuz da yoxdur. Mənə də gücünüz çatmaz. Biz azadlığa çıxmaq istəyirik. Ona görə də səni öldürməliyik." Bunu isə rizə balıqları deyir. Rizə balıqları da bunu nə üçün edirdilər? Çünki Saqqa quşu bunların qarşısında belə bir şərt qoymuşdu ki, öldürsəniz azadlığa çıxacaqsınız. Ağlınızı başınıza yığın. Siz məni öldürsəniz də yenə də qaçmaq üçün yol tapa bilməyəcəksiniz. Hiyləgər quşa inanmayın. Deməli balaca qara balıq görürük ki, daha ağıllı düşünürdü və Saqqa quşunu bilirdi ki, o hiyləgərdir və belə deyək də onu öldürdükdən sonra rizə balıqlarını da sağ qoyan deyil. Rizə balıqlar dedilər: "Sən bu sözləri canını qurtarmaq üçün söyləyirsən. Sən bizim həyatımızı düşünmürsən." Balaca qara balıq dedi: "Diqqətlə qulaq asın. Mən Saqqa quşunun qarnındakı ölü balıqların içində özümü ölmüşlüyə vuracağam. Ondan sonra baxaq görək balıqodan sizi azad edəcəkmi? Əgər mənim sözlərimi dinləməsəniz, bu xəncərlə hamınızı öldürəcəyəm. Sonra da quşun qarnını söküb gedəcəyəm." Belə deyək də, balaca qara balıq da artıq çıxış yolunu rizə balıqlarına hədə-qorxu gəlməkdə görür. Deyir ki, əgər mənim sözlərimi dinləməsəniz, bu xəncərlə, o xəncəri də ona kim vermişdi? Kərtənkələ vermişdi. Deyir, sözümü dinləməsəniz, sizin hamınızı öldürəcəyəm. Onun sözü də nə idi? Deyir ki, mən özümü ölmüşlüyə vuracağam və ondan sonra baxaq görək, sizi yeyəcək yoxsa yeməyəcək. Balaca qara balıq xəncərini çıxarıb onların gözləri önünə tutdu. Rizə balıqlar da çarəsiz qalaraq balaca qara balığın təklifini qəbul etdilər. Yalandan başlayırlar dalaşmağa. Balaca qara balıq özünü ölülüyə vurub uzandıqda onlar yuxarı qalxdılar. Saqqa quşu da dedi: "Balaca qara balığı öldürdük." Saqqa quşu balaca qara balığı öldürdük. Yəni belə deyək də yalandan çıxırlar yuxarı, güya öldürüblər. Çox yaxşı iş gördünüz. Gördüyünüz bu işin əvəzinə sizin hamınızı diri-diri udacağam. Rizə balıqlar göz açmamış, Saqqa quşu onları uddu. Belə görürük ki, Saqqa quşu hiyləgər davrandı. Belə deyək də tülkü kimi hiyləgərlik etdi. Başlarını aldatdı və rizə balıqlarını uddu. Balaca qara balıq cəld xəncəri çəkib möhkəm zərbə ilə quşun kisəsini yırtdı və deşikdən çıxıb qaçdı. Belə də kərtənkələnin deməli xəncəri onun köməyinə yetişdi. Saqqa quşu aldığı zərbənin ağrısından fəryad qopardı. Başını suya salıb balaca qara balığı yenidən tutmaq istədi, ancaq gücü çatmadı. Suya bataraq öldü. Yenidən cəhd edir ki, onu tutsun, amma tuta bilmir, ölür. Günorta idi. Artıq nə dağ görünürdü, nə dərə. Çay axıb geniş bir düzənlikdən keçirdi. Balaca qara balıq suyun çoxluğundan heyrətlənir, ləzzət alırdı. Bu belə deyək də Saqqa quşu, rizə balıqları ilə olan əhvalat harada baş verdi? Çayda baş verdi. Çaydan sonra artıq hara gəlir? Dənizə gələcək artıq. Artıq su deməli çoxalır. Burnunda birdən ayılıb gördü ki, suyun dibi görünmür. Nə qədər çabaladısa da suyun dibini görə bilmədi. Burnunda mirvari dişləri olan uzun bir heyvanın ildırım sürəti ilə ona hücum etdiyini gördü. Tez suyun üzünə qalxdı. Biraz sonra yenidən dənizin dibini görmək üçün suyun dibinə daldı. Yolun yarısında minlərlə balıq sürüsünə rast gəldi. Onların birindən soruşdu: "Qardaş, qəribəm, uzaqlardan gəlirəm. Bura haradır?" Balıq dedi: "Bütün çaylar və arxlar bura tökülür." Başqa bir balıq isə dedi: "Nə zaman istəsən bizim dəstəmizə qoşula bilərsən." Dənizə çatdığı üçün sevinən balaca qara balıq dedi: "İzin versəniz dənizi seyr edib sonra sizə qoşularam." Deməli, baxın, burada qeyd etmişəm. Birinci arx idi, daha sonra gölməçədir. Gölməçədə qurbağalara rast gəlmişdi. Daha sonra çay gəlirdi. Çayda rizə balıqları, Saqqa quşu əhvalatı baş verdi. Daha sonra isə dənizdə isə balıqudanla qarşılaşacaq. İzin versəniz dənizi seyr edib sonra isə balıqlardan biri dedi: "Get gəz, ancaq dənizin üzünə çıxanda balıqudandan özünü gözlə. Dənizdə artıq balıqudan əhvalatı olacaq. Onun heç nədən qorxusu yoxdur.
Hər gün 4-5 balıq yeyir. Balaca qara balıq sürüsündən ayrılıb üzməyə başladı. Az sonra dənizin üzünə çıxdı. Günəşli bir gün idi. Balaca qara balıq günəşin hərarətini belində hiss edərək ləzzət alırdı. Böyük bir sevinc içində ətrafı seyr edir və fikirləşirdi. Ölüm hər an məni yaxalaya bilər. Çox sevirəm yəni bu sözləri bu əsərdən. Ölüm hər an məni yaxalaya bilər. Ancaq mən bacardıqca çox yaşamalı, ölümdən qaçmalıyam. Əlbəttə, ölümlə də qarşılaşa bilərəm. Əsas odur ki, mənim həyatım və ya ölümüm başqalarının həyatına necə təsir göstərəcək. Balaca qara balıq fikir və düşüncələrini sona çatdıra bilmədi. Balıqudan gəlib uzun dimdikləri ilə onu yaxaladı. O nə qədər çabalasa da dimdiklərindən xilas ola bilmədi. Dimdiklərdən xilas ola bilmədi. Balıqudan onun belini yekə dimdikləri ilə elə sıxırdı ki, az qala canı çıxacaqdı. Balaca qara balıq fikirləşirdi ki, balıqudan onu tez utsa, mədəsindəki rütubət üzündən biraz diri qala bilər. Artıq dənizdə balıqudan, belə deyək də, onu udur. Tez udsa, biraz rütubət üzündən diri qala bilər. Buna görə də balıqudana dedi: "Niyə məni diri-diri udmursan? Mən o balıqlardanam ki, öldükdən sonra bədənləri zəhərə dönür." Yəni, belə deyək də, onun üçün çalışır ki, onu tez udsun. Və onu belə izah edir ki, əgər məni tez udmasan, öləcəm və öldükdən sonra da zəhərlənmə baş verə bilər. Belə deyək də, zəhərlənə bilərsən. Balıqudan heç nə deməyə fikrə getdi. Öz-özünə dedi: "Ay oqqabaz, istəyirsən məni söhbətə tutub ağzımdan çıxıb qaçasan?" Sahil uzaqdan görünür və Naqqa sahilə tərəf gedirdi. Balaca qara balıq fikirləşdi ki, sahilə çatanda onun işi bitəcək. Balıqudana dedi: "Bilirəm, məni balalarına yedirtmək üçün aparırsan. Ancaq mən sahilə çıxdıqdan sonra öləcəyəm. Bədənim başdan ayağa zəhər olacaq. Balalarına yazığın gəlmir?" Balıqudan düşündü: "Ehtiyatlı olmaq yaxşı şeydir. Bunu özüm yeyərəm, balalarıma başqa balıq ovlaram. Ancaq baxım görüm məni aldatmır ki." Balıqudan balaca qara balığın tərpənmədiyini görüb öz-özünə dedi: "Doğrudanmı öldü? Vay vay, artıq özüm də yeyə bilməyəcəyəm. Bu qədər dadlı balığı nahaq əldən çıxardım." Deməli, bu niyə belə düşünür? Çünki balaca qara balıq özünü ölülüyə vurmuşdu. O bir daha əmin olmaq üçün balaca qara balığa səslənmək istədi. "Hey, kiçik balıq, birazcıq canın varmı səni yeyim, yoxsa ölmüsən?" Ancaq sözünü bitirə bilmədi. Ağzı açılar, açılmaz balaca qara balıq özünü dənizə atdı. Balıqudan gördü ki, balaca qara balıq onu aldadıb. Onun arxasınca düşüb təqib etməyə başladı. Deməli, özünü balıqudanı necə aldatdı? Belə bəhanə gətirdi ki, mən elə bir balığam ki, məni yedikdən sonra, öldükdən sonra, daha doğrusu, öldükdən sonra yedikdə zəhərlənə bilərsən. Buna görə də məni tez udmalısan və o özünü ölülüyə vurur. Balıqudan da elə zənn edir ki, belə deyək, səsi çıxmır deyə elə zənn edir ki, o ölüb və onunla danışmaq istədikdə balaca qara balıq özünü suya atır. Balığı yenidən, amma belə deyək də, balıqudan yenidən onu aman vermirdi, yenidən onu uddu. Bu elə sürətlə baş verdi ki, balaca qara balıq bir xeyli vaxt başına nə gəldiyini hiss etmədi. Bircə onu hiss etdi ki, hər yer rütubətli və qaranlıqdır. Belə deyək də, artıq udur onu. Mədəsinə düşür. Elə ki, gözləri qaranlığa alışdı, bir küncə sıxılıb ağlayan, anasını çığıran riza balıq gördü. Deməli, balıqudanın qarnında nə görür? Riza balığı görür, ağlayan riza balığı. "Mən balıqudanı öldürüb bütün balıqları təhlükədən qurtarmaq istəyirəm. Ancaq mənim işlərimə qarışmamaq, əl-ayağıma dalaşmamaq üçün əvvəlcə səni buradan xilas etməliyəm. Sən özün ölüm ayağındasan, balıqudanı necə öldürəcəksən?" Bunu riza balığı deyir. Deməli, balaca qara balıq ona deyir ki, "Mən əl-ayağıma heç kəs dolaşmasın deyə səni xilas eləyəcəm, başqa balıqları xilas edəcəyəm və ən axırda özüm balıqudanla mübarizə aparacağam." Balaca qara balıq xəncəri göstərib dedi: "Bu xəncərlə onun qarnını cıracağam. İndi diqqətlə məni dinlə. Mən balıqudanın qarnında o tərəfə, bu tərəfə hərəkət edəcəyəm. Bu zaman o məni məsxərəyə qoyub gülməyə başlayacaq. Dimdiklərini aralayıb gülməyə başlayanda cəld özünü bayıra at." Deməli, bu mədəsində o tərəf bu tərəfə gedir və belə dedi, bunun mədəsi qaşınmağa başlayır və bu gülür. Gülən ərəfədə də riza balığına deyir ki, özünü deyir, cəld bayıra at. "Bəs sən
Mənim fikrimi çəkmə. Bu qəddarı öldürməmiş buradan çıxmayacağam. Balaca qara balıq bu sözləri dedikdən sonra naqqanın qarnında o tərəf bu tərəfə var-gəl eləməyə başladı. Balıqudan dimdiklərini aralayıb gülməyə başladı. Riza balıq özünü bayıra atdı və dənizə düşdü. Çox gözlədi. Xilaskarından xəbər çıxmadı. Bir də gördü ki, balıqudan göydə mayallaq vurub fəryad qoparır. Nəhayət o şappıltı ilə suya düşdü. Bir qədər çapalayandan sonra canı çıxdı. Ancaq balaca qara balıq yenə də xəbər çıxmadı və indiyə qədər bir səs soraq da yoxdur. Burada qoca balıq nağılını bitirdi. Üzünü 11999 nəvə nəticəsinə tutub dedi: "Daha yatmaq vaxtıdır balalarım, gedin yatın." Nəvə nəticələri ondan soruşdular: "Nənəcan, axı sən balaca qara balığın başına sonra nə gəldiyini demədin?" "Övladlarım, o da qalsın gələn gecəyə. İndi isə gedin yatın. Gecəniz xeyrə qalsın." 11999 kiçik balıq bir ağızdan "Sənin də gecən xeyrə qalsın nənə" deyib yatmağa getdi. Nənəni də yuxu apardı. Balaca qızıl balıq isə nə qədər çalışdısa yata bilmədi. Sübhədək dəniz barədə fikirləşdi.